Türkiyədə səfərdə olan erməni deputat Türkiyə-Ermənistan məsələsi ilə bağlı mövqeyini açıqlayıb və qeyd edib. 19 noyabr tarixli Gündəm xəbərin efirində bir xəbər diqqətinizə çatdırırıq. Belə ki, İstanbulda səfərdə olan erməni deputat Sərkis Xandanyan Türkiyə ilə münasibətlərin normallaşması prosesinə optimist yanaşdığını bildirib. Gündəm xəbər Sputnik Armeniyaya istinadən məlumat verir ki, bu barədə o İstanbulda ATƏT Parlament Assambleyasının iclasında bildirib. Xarici Əlaqələr Komitəsinin rəhbəri olaraq o aparılan danışıqların tezliklə müsbət nəticələr verəcəyinə ümid etdiyini vurğulayıb. Qeyd edək ki, Parlamentin mətbuat xidməti bildirir ki, deputat hazırki mərhələni məhz konstruktiv və aktiv siyasi dialoq adlandırıb. Ermənistanın deputatı Xandanyan həmçinin hesab eləyir ki, bu dialoq yaxın gələcəkdə sərhədlərin açılmasına və əməkdaşlığın genişlənməsinə yol açacaq. Təkrardan qeyd edək ki, məhz Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşması ilə bağlı Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan isə məhz Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra münasibətlərin normallaşacağı ilə bağlı açıqlama vermişdi.